Bəzi öz həyatına faydası olmayıb, xoşbəxtlik nədir bilməyib, balaca bir həyatda acısı və yaxud problemi olanda da şişirib, ağlaya-ağlaya ömrünü keçirən lazımsızlar. Sizin fikriniz mənim üçün önəmli olsaydı, ilk olaraq sizdən soruşardım ki, mən bu paylaşımları edim, belə geyinim, belə davranım, saçımı belə kəsim. Soruşardım, sonra paylaşım edərdim. Haçan, nə zaman, nəyi istəyirəmsə, nəyi uyğun görürəmsə onu paylaşıram və paylaşmağa da davam edəcəm. Açıq mı geyinirəm? Yaxşı eləyirəm. Bağlı mı geyinirəm? Yaxşı eləyirəm. Uzun mu geyinirəm? Yaxşı eləyirəm. Qısa mı geyinirəm? Belə yaxşı eləyirəm. Ki mən illərdir qısa şortikdə geyinirəm, açıq da geyinirəm. Özünüzə belə faydası olmayan fikirlərinizi özünüzdə saxlayın. Çünki siz bir qadının ancaq ağlamasını görmək istəyirsiniz, ancaq üzülməsini görmək istəyirsiniz, ancaq kiməsə möhtac olmasını görmək istəyirsiniz. Ona görə siz bir qadın özü ilə baş-başa xoşbəxt olanda sizin o çirkəf ruhunuz onu qaldırmır. Belə elədiyiniz üçün bizim millət olaraq çoxu, daha demirəm, gizli-gizli oyunlar çıxarır. Estetik eləyir, deyir, yox, məndə estetik yoxdur. Sevgilisi olur, deyir, yox, sevgilim yoxdur. Hər gün biri bədəninin müxtəlif yerlərində, daha kişilərin əli dəymədiyi bədənində yer qalmır, amma çöldə bağlı geyinir, uzun geyinir. Deyir, yox, oğlan iş görməmişəm. Bir qadın öz halında xoşbəxt yaşayanda mədəniz qaldırmır. Məni üzən sadəcə siz bir qadının həyatda duruşunu, oxumasını, özünü inkişaf etdirməsini, öz gücü ilə, öz ağlı ilə həyata davam etməsini görməyib, bütün əxlaq və insani dəyərləri onun geyimi ilə ölçürsüz. Ona görə biz millət olaraq çürüməyə doğru gedirik. Və biz hələ bunu anlamırıq. Millət olaraq biz çürüyürük. Çünki biz insanları ancaq geyiminə görə mühakimə edirik. Onun geyiminə görə ona əxlaqlımı, əxlaqsızmı, ağıllımı, ağılsızmı deyə ona bir etiket yapışdırırıq. Açıq-saçıq geyməyəni əxlaqlı və dürüst insan sanıb, biraz açıq geyinəni əxlaqsız və yolundan azmış deyə qəbul edirsiniz. Çünki siz əxlaqı və milli mentaliteti ancaq işinizə gəlincə qəbul edirsiniz, işinizə gəlincə də gündəmə gətirirsiniz. Bir qadın şiddət görəndə, bir qadın üzüləndə, bir qadın ac-susuz qalanda, bir qadın əziləndə onu görmürsünüz. Gözlərinizi yumursunuz. Yox, nə bilim, bilmirəm deyirsiniz. Amma bir qadın biraz belə açıq geyinəndə bütün əxlaq kitabı sizin önünüzə gəlir. Özünüz əxlaqsızlığın kitabını yazmamış kimi başlayırsınız başqalarına əxlaq dərsi verməyə. Mən o leveli çoxdan keçmişəm. İstədiyim zaman şərhlərə cavab verirəm, sustururam. İstəmədiyim zaman silirəm, istədiyim zaman da desinlər deyib keçirəm. Və son olaraq da bir məni üzən məqamda mənim videomda mayo geyinmişəm, bikini də geyinməmişəm. Mayomda biraz sinəm açıq görünür. Siz mənim illərdir etdiyim o qədər oxumağımı, işləməyimi, gücümü toplamağımı, uşağımı böyütməyimi, əzab çəkməyimi göz önündə bulundurmursunuz. Mənim bir anlıq qızlarla yığışıb xoşbəxt anımı yaşayıb və xoşbəxt anımı sizinlə paylaşmağımı o kör, o çirkəf dolu qəlbinizlə görməyib bir anda, çünki siz əxlaq yoxsunuz. Çünki sizin içiniz küflənib. Ona görə siz bir dəfəlik insanın o üzündəki xoşbəxtliyə deyil, bu qadın nə gözəl xoşbəxtdir deyil, bu qadının burası biraz açıqdır
deyib mühakimə edirsiniz. Amma mən istəmirəm. Nəyi uyğun görürəmsə, onu da paylaşıram. Sevərsinizsə izləyərsiniz, sevməzsinizsə qapı açıqdır. Sizin kimi 200'lü gündə 1000 oyundan çıxıb, namusluyam deyib, nə mən yox, evəm deyib, mən heç açıq geyinmirəm, mən deyib, onlar gəlib burada əxlaq dərsi verir. Gedin, başqa tərəfdə oynayın. Mən onsuz da öz bildiyimdə davam edəcəm. Mən onsuz da oxuyacam, işləyəcəm, istədiyim kimi geyinəcəm, istədiyim kimi həyatımı quracam və bunu da uyğun gördüyümdə istədiyim zaman paylaşacam. Sevənlər görüb, ay Allah, bu qadın xoşbəxtdir deyib sevinəcək, sevməyənlər də içində ərim əriyəcək. Çətin günümdə yanımda olmayanın xoşbəxt günümdə gəlib o çirkəf kiri ilə həyatımı pisləməsinə icazə vermərəm. Bunu yadınızda saxlayın, ona görə davranın. Öpürəm, sevirəm sizi.